2025-ci il ərzində Qida Təhlükəsizliyi Agentliyi 4304 müəssisədə yoxlama aparıb. 3739 müəssisədə uyğunsuzluqlar aşkarlayıb və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüb. 7 fakt üzrə kərə yağı adı altında bitki tərkibli yağların satışı müəyyən edilib və istehlakçıların aldadılmasının qarşısı alınıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov qurumun mətbuat konfransında söyləyib. 561 dönərxana və 21 çiğ dönər müəssisəsində nəzarət tədbirləri həyata keçirilib. 373 dönərxanada və 18 çiğ dönər emalı müəssisəsində nöqsanlar aşkar edilib. Ümumilikdə 497 müəssisədə 600 nümunə götürülərək müayinəyə cəlb olunub. 107 müəssisəyə məxsus 122 nümunədə uyğunsuzluq halları aşkarlanıb. Aparılan yoxlamalar zamanı mal əti adı ilə satışa təqdim olunan məhsullardan götürülmüş. Nümunələrdə bir sıra hallarda at və camış ətinə məxsus DNT-nin mövcudluğu aşkar edilib. İstehlakçıları aldatmaq məqsədi ilə kənd toyuğu görüntüsü yaratmaq üçün sintetik boya maddələrindən istifadə edilərək toyuqların süni şəkildə sarı rəngə boyanması faktlarının qarşısı alınıb. Həmçinin diqqətə çatdırılıb ki, ötən il ərzində alkoqollu içkilərin dövriyyəsi üzrə aparılan nəzarət tədbirləri çərçivəsində müxtəlif növ 8197 saxta alkoqollu içki aşkarlanaraq satışdan kənarlaşdırılıb. Ölkəmizə 107 ölkədə müxtəlif növ qida məhsulları ithal olunmuşdur. Ötən il eyni zamanda ithal zamanı 787 uyğunsuzluq halı aşkarlanmışdır. Təhlükəsizlik və keyfiyyət göstəricilərinə cavab verməyən 2000 ton və 308 min ədəd məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınmışdır. Yoxlamalar zamanı tərkibində qadağan edilən maddə aşkar olunan energetik içkilər, uyğunsuzluq aşkar edilən uşaq qidası, eləcə də təhlükəsizlik göstəricilərinə görə uyğunsuzluq müəyyən edilmiş ət və ət məhsulları, quş əti, bitkiçilik məhsulları, qənnadı məlumatları və sair məhsullar məhv edilmişdir. Həmçinin Azərbaycan Respublikasına 7 müxtəlif ölkədən 19 istehsal müəssisəsinin mal idxalına qadağa tətbiq edilmişdir. 2025-ci ildə 129 xüsusi təhlükəli heyvan xəstəliyi üzrə hesabat hazırlanaraq Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq elektron sisteminə daxil edilib. Ölkədə heyvanlar arasında quduzluqla bağlı epizodik vəziyyət, o cümlədən relyefin coğrafi xüsusiyyətləri və həssas vəhşi heyvanların miqrasiyasının mövcudluğu nəzərə alınmaqla hesabat ilində helikopter vasitəsilə aldadıcı yem formasında olan 22500 doza quduzluq əleyhinə vaksinlə peyvəndlənmə tədbirləri həyata keçirilib. Heyvandarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların nəzərinə çatdırmaq istərdik ki, heyvanların yoluxucu xəstəliklərdən qorunması üçün baytarlıq sanitariya tələblərinə ciddi riayət etsinlər. Eyni zamanda həyata keçirilən peyvəndləmə tədbirlərində fəal olsunlar. Bu, həm epizotik stabilliyin qorunması, həm də qida təhlükəsizliyinin təmin edilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Ötən il Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun 17 laboratoriyasında 759 mindən artıq müayinə həyata keçirilib və 50 yeni müayinə metodu tətbiq olunub. Bununla da metodların sayı 990-a çatıb. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Əli Nəbiyevin sözlərinə görə 2025-ci il ərzində 10.03 çağrı mərkəzinə daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 51 qida zəhərlənməsi faktı təsdiqlənib. Bu hadisələrdə ümumilikdə 401 zərər çəkən qeydə alınmışdır, ölüm faktı qeydə alınmışdır. Təhlillər göstərir ki, zəhərlənmənin 65%-i məişət zəminində baş vermişdir. Əsas səbəblər isə məişət şəraitində hazırlanan konservləşdirilən məhsullar, qarışıq qidalar və ictimai yaşada dönər məhsul olmuşdur. 2025-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun halal uyğunluq sertifikatlaşdırılması genişləndirilib. Ölkədə ilk dəfə tətbiq edilən Ulduz Reyting layihəsi çərçivəsində isə artıq 3 restoran, manqal, dükkan, çinar 5 ulduz sertifikatına layiq görülüb. Eyni zamanda institut tərəfindən 17, 21, 22 min və digər beynəlxalq standartlara uyğun xidmətlərin göstərilməsi təmin edilmişdir. Həmçinin Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutu da ötən il ərzində ISO 9001 sertifikatının uyğunluğuna dair qiymətləndirilmiş və müvafiq sertifikata layiq görülmüşdür.
Qida təhlükəsizliyinin təmin edilməsinə dair növbəti dövr üçün yeni dövlət proqramı hazırlanıb. Bitki sağlamlığı haqqında qanun layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir. Heyvan sağlamlığı haqqında qanun layihəsi hazırlanaraq hüquqi ekspertizadan keçirilib. Eyni zamanda qida təhlükəsizliyi sahəsində mövcud normativ bazaya dəyişiklik edilib. Ona yaxın yeni sanitariya norma və qaydalar hazırlanıb.